Yenə vedrə bezindən başlamışıq işə. Buna baxarıq. Kramp bez, su demək. Vedrə bezindən. Salam əziz izləyicilər. Bugünkü avtomobillərdən biri Toyota Land Cruiser 4.7 mühərrikə sahib. Avtomobil sahibinin həyətində qalmışdı. Getdi aşkar elədi ki, benzin nasos dayanıbdı. Aşkar olundu ki, bir dənə buna yaxınlaş götürək. Benzin nasosun işdəki yanıbdı. Yəni çürüyüb yanıbdı. Qızma baş verir. Bu skrişkasında deşibdir. Diqqətlə fikir versəniz, buradan görərsiniz. Bu səbəbdən avtomobil sönüb, xodlanmayıb. İnşallah bunu təmir edib, apab yığacaq avtomobilin üzərinə. Xodlayacaq, müştərimizə təhvil verəcək. Əgər hər hansı avtomobildən bağlı sorğunuz, sualınız olsa, zəngə müraciət edə bilərsiniz. Və nəzərinizə çatdırım ki, avtomobillərə yerində də qulluq göstərilir bizim servisdə. İzləmədə qalın, zəhmət olmasa takip edin. Daha yekun nəticə.